Bu dim sualıdır. Üçbucaqlar mövzusundandır. Deməli bizdən x istəyir. X-i tapmaq üçün ilk öncə biz AC-ni tapırıq. Yəni bura bir y qoyuram. Y-i tapmaq üçün ümumi ABC üçbucağına baxaq, Pifaqor teoremini tətbiq eləyək. Bura 6 kök altı 3, 3 kök altı 3, 9 kök altında 3 olacaq. Y bərabərlik kök altında 18-in kvadratından, yəni bu ümumi 18 ümumi üçbucağın hipotenuzu olur. 18-in kvadratı 324-dən çıxıram 9 kök altı 3-ün kvadratı 81-i vurmalıyıq 3-ə 243 bərabərdir. Kök altında 81 eləyəcək. Bundan da kök 9 çıxır. Tapdıq ki, y-imiz 9-dur. İndi Pifaqor teoremini A, D, C üçbucağına tətbiq edirəm. Burada isə x hipotenuz olacaq. Bu zaman x bərabərdir kök altında katetlərin, yəni 9-un kvadratı 81, üstə gəlinsin 3 kök altı 3-ün kvadratı. Baxın 3 kök altı. Bu da 27 eləyəcək. 27 bərabərdir kök altında 108. Kök altında 108-i 36 vur 3 kimi yaza bilərik. 36-dan kök 6 çıxacaq, 3-dən çıxmır. Yəni 6 kök altında 3. Bizdən də x-i istəyir, olacaq 6 kök altında 3.